Değerli şagirdlər, verilən y bərabərdir mənfi x düz xəttinə nəzərən B nöqtəsi mənfi 2 ilə 7-dir. Bu B nöqtəsində x-imiz mənfi 2-dir, y-imiz 7-dir. Və uşaqlar, əgər y bərabərdir mənfi x düz xəttinə nəzərən deyirsə, hər iki koordinatın işarəsi əksinə dəyişir, koordinatların yeri dəyişir. Yəni, x, y olan koordinat çevrilir olur mənfi y, mənfi x. Baxın, yerləri dəyişir. Yəni, bizə verilən nöqtə bu idi. Düzdürmü? Və qaydaya əsasən bizdə yeni x, yəni yeni absis, yəni nə olur? Mənfi y, mənfi 7. Yeni ordinat, yəni y, bizdə nə olacaq? Mənfi x, yəni müsbət 2. Və bizim doğru variantımız deməli olacaq mənfi 7, 2. Mənfi 7, 2. Baxın, yeni koordinata əsasən.